İki qonşu kənddə iki nəfər, yəni tanınmış adamların düşmənçiliyi olub bir-biri ilə, qan düşmənçiliyi olub. Biri gəlib gözləyib ki, o kənddə toydu, bu gedəndə arvad-uşağın dalıcan ki, bunu vursun. Bu hələ olur, bunun da işi olur, gedə bilmir. Bu gözləyir, o toy dağılışır, arvad-uşaq məcbur olur, özləri gələsi olur. Arvad-uşağın başında dayanan yaşlı xanım deyir ki, həmin o kişinin anası deyir ki, ay qız da tez gəlin, filan qardaşınız düşmənlidir da, filan kəs çıxar, zərər yetirər. Bu da eşidir, çıxır, deyir ki, o haran tulasıdır ki, haran kimdir ki, o gəlsin qadınlara qarşı belə şeyləsin. Götürür, həmin düşməninin ailəsini gətirir, yerləşdirir. Yerləşdirəndə orada tanıyır qadın, o yaşlı qadın ki, bu həmən adam imiş. Yəni, bu düşmənçiliyi belə kişi kimi aparıblar. O incəliyi var.